Xeyir olsun, bir günlərdə Bərdaryanın Zümxaş kəndindəyik. Buradan da Zümxaş kəndinin cəmaatını salamlayıram. Zümxaş kəndində 11 sot torpağın içərisində belə bir evimiz satışa çıxdı. Evimizin ərazisində 7-8 başlıq iri buynuzlu heyvan saxlamaq üçün də tövləsi var. Gəlin zəhmət olmasa gəlin buranı da göstərin. Burası heyvan hissəsidir, o hissəsində mal heyvan saxlamaq üçün tövlədir. Bu hissəsində soyuqdanı var. Bu hissəsində də hamamlara samcan gelir. Şimdi də sizlərə həyat yanı məhəlləsini təqdim edirik. Həyat yanı məhəlləsində hər bir ağaçdan mövcuddur. Evimizin darğaları quraşdırılıb, daşdan hasara alınır. Bu hissəsində də bir dənə əldamı yerləşir. Bu hissəsində də bir dənə hamam samcan yerləşir. İndi də sizlərə evin daxili hissəsini təqdim edeyim. Evimizin bu hissəsi heyvan hissəsidir. Bu hissəsində koridor yerləşir. Bu hissəsində bir yataq otağı yerləşir. Burada da tam təmirli bir qonaq otağı yerləşir. Hollu, patologlu. Evimizin bu hissəsində də tam təmirli bir yataq otağı yerləşir. Hörmətli tamaşaçılar, evimiz 2 otaq, bir zal, mətbəxdən ibarətdir. Evimizin qazı, işığı, suyu, Wi-Fi ilə belə mövcuddur. Evimizin satış qiyməti razılaşma yolu ilandır. Allah alana da, satana da xeyir versin. Sizlərlə mən idim, Baba Bakri, sağ olun, gələn görüşlərdir.